Sumqayıt şəhərinin təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə yeni ambulanslar təhvil verilib. Sumqayıt 24 AS xəbər verir ki, bu barədə təbib məlumat yayıb. Bildirilib ki, ölkə üzrə bölgələrə göndərilən 25 yeni ambulans və reanimobildən bir qismi Sumqayıt təcili tibbi yardım bölməsinin istifadəsinə verilib. Yeni avtomobillər monitorlu defibrillator, elektrokardioqraf və pulsoksimetr, glukometr, böyüklər və uşaqlar üçün süni əl-nəfəs qurğusu dəstləri, portativ və stasionar oksigen sistemləri, mexaniki və elektrik aspiratorlar, vakuum xərək, onurğa taxtası, boyun və hava şinaları, larinqoskop, ilk yardım çantası və digər zəruri tibbi avadanlıqlarla təchiz olunub. Həyata keçirilən islahatlar çağırışlara çatma müddətinin əhəmiyyətli dərəcədə azaldılmasını və vətəndaşlara göstərilən tibbi yardımın keyfiyyətinin daha da yaxşılaşdırılmasını hədəfləyir.